Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif ingilis dili iş dəftərindən səhifə 62 və 63-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqları keçməmişdən öncə kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Gəlin başlayaq. Lesson 2. Tapşırıq 1. Write. Birinci şəkildə bizə gördüyünüz kimi birinci tapşırıqda meyvə və tərəvəzlərin şəkli verilmişdir. Onların adlarını qarşısında qeyd etməliyik. Birinci şəkildə pomidordur, tomatos nümunə olaraq bizə verilmişdir. İkinci şəkildə lobyadır, peas. Üçüncü kökdür, carrots. 4 portağal, orange. 5 bananas. 6 apples. Biz burada bütün sözləri cəm şəkildə S artırırıq. Çünki gördüyünüz kimi hər birindən meyvə və tərəvəzdən 2 dənədir. Birdən çox olduğuna görə cəm şəkildədir. İkinci tapşırıq. Find and circle 6 food words. Deməli, bizə burada hərflər verilmişdir. Biz bu hərflərdən sözlər düzəldəcəyik. Banana, apple, pea, carrots, orange, tomatoes. Deməli, burada banan sözü düzəldi. Alma, apple, pea, carrot, orange, tomato. Keçək növbəti 63-də olan tapşırığa. I don't like carrots. Mən kökləri xoşlamıram. Bizə qrammatika verilmişdir. Biz indi buna uyğun bu tapşırıqları həll edəcəyik. Gördüyünüz kimi bizə burada verilmişdir. 4 cümlə verilmişdir. Hər bir üz ifadəsinə uyğun olaraq cümləni qurmuş olaraq. Deməli, burada gördüyümüz kimi birincidə yazacağıq. I like tomatoes. Mən pomidoru xoşlayıram. İkincidə I don't like peas. Mən lobyanı xoşlamıram. I don't like bananas. Mən bananı xoşlamıram. I like carrots. Mən kökü xoşlayıram. Write about you. Burada hər kəs öz fikrinə uyğun olaraq yaza bilər. I like pizza. 2. I don't like milk. I like hamburger. I don't like carrot. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.